torpağa qarşı öz canlarını azadlığında mübarizə aparıb məğlub oldular. Torpağı azad elədilər. Mən demək istəyərdim ki, buradan Azərbaycan xalqına neçə müddətli Qarabağ ağlayırdı, qərib idi, özünü tək hiss edirdi. Mən onu demək istəyirəm ki, Qarabağ Azərbaycan ürəyidir. İndi isə Azərbaycan gözün aydın olsun, Qarabağ azaddır. Hər hansı bir şəxs o Qarabağ zonasına gedəndə, o uçurumları qalxanda desin ki, şəhidlər, ruhun azad olsun, dincəlin, torpağı azad elədiniz. Bu azadlıq rəmzini Azərbaycan xalqına yaşatsınız. Allah qorusun Azərbaycanı. Mən fəxr edirəm ki, həqiqətən Azərbaycanlıyam. Ona görə ki, Azərbaycan oğlanları bu torpağı azadlığını bizə yaşatdı. Yaşadacaq da, qoruyacaq da, qorumağı da gələcək nəsillərə örnək olsun. Ötürməyi borc bilin. Yaşasın Azərbaycan.